iltisaqi dillərin yaranmasında Ural-Altay xalqları ilə bir yerdə iştirak etmişdi və elə bu səbəbdən də türk dilləri ən son ayrıldığı digər iki əcdad proto xalqlardan fərqli olaraq şəkilçili dilə çevrilmişdi. Lakin növbəti köçlər isə Firidun Cəllovun qeyd etdiyi kimi eramızdan əvvəl 4-cü 2-ci minillikdə baş vermişdi. Və düşünə bilərsiniz ki, niyə 10 min il bundan əvvəl türklər daha uzaq məsafələrə köç etmişdi. Demək, 12 min il bundan əvvəl buzlaq dövrünün bitməsi ilə buzlaq üzü şimala doğru və həmçinin şərqə doğru çəkilməyə başladı. Və buzlaqların çəkilməsi ilə onları izləyən keçilərin, maralların arxasınca gedən türk boylarının bir hissəsi Sibir Altay ərazisinə getmişdi. Lakin ümumi müəyyənləşdirdik ki, demək türklər eramızdan əvvəl 4-cü 2-ci minillikdən artıq bu ərazilərə proto-Hind-Avropalıların, proto-Hami Samilərin, proto-Qafqaz dillərin gəlməsi ilə ətrafa köç etmişdi. Bu nəyi yaratdı? Demək ki, həmin dövrdə bu ərazilərə digər etnik qrupların gəlməsi türklərin həmin mərkəzə, yəni Urmiya, Göyçə göl ətrafına çəkilməyə və həmçinin buradan şərqə, qərbə köçməyə məcbur etdi. Və bu zaman türklərin bir hissəsi eyni ilə yerləşik həyat, kənd həyatı, şəhər həyatı yaşamağa davam etdisə, növbəti bir hissə isə anladı ki, demək ki, əslində şəhər həyatı, tikilən qalalar, hasarlanan şəhərlər o qədər də təhlükəsiz deyil. Və bu səbəbdən də türklərin bir qismi köçəri həyat yaşamağa başladı. Yəni, demək ki, kənardan gələn qüvvələrə əsasən türklərin bir hissəsi mərkəzə doğru gəlmişdisə, şəhər quran türk soydaşlarının yanında yaşamışdısa, digər bir qism isə demək köçəri həyat yaşamağa başladı. Və elə bu səbəbdən də türklərdə yeni bir kültür yarandı. Demək, iç türklər və dış türklər kültürü yarandı. İç türklər dedikdə şəhər quran yerli, oturaq türklər nəzərdə tutulur. Dış türklər dedikdə isə köçəri həyat yaşayan türklər nəzərdə tutulur. Və biz ümumiyyətlə tarixə baxdıqda türklərin 3 formada həyat tərzi keçdiyini görürük. 1. Oturaq türklər, 2. Arançı türklər, yəni yaylaq qışlaq tərzi yaşayan türklər və bir də tam köçəri həyat yaşayan türklər.